Hər kəsə salam. Kimyəvi reaksiyaların təsnifatı və istilik effekti bölməsindən ətraflı yazılı cavab tələb olunan tapşırıqlardan yeni əlavə olunmuş 22-ci sualın izahına baxaq. Demək, XS-in yanması təlliyi verilmişdir. İlk olaraq onu yazırıq. 2XS plus 3 oksigen alınır 2XO və 2SO2. Demək, bizə verilmişdir XS-in kütləsi. Və bunun yanması zamanı ayrılan istiliyin miqdarı 40 kJ-dur. Demək, 19,4 qram XS yandıqda nə qədər istilik ayrılır? 40 kJ istilik ayrılır. İndi biz baxaq görək, bizim reaksiyamızın, yəni burada bir ipucu var, yanma istiliyini verilmişdir. Bu yanma istiliyinin qiymətinə əsasən biz reaksiyanın istilik effektini tapa bilərik. Yanma istiliyi 200-dür. Yanma istiliyi nəyə aiddir? Yanan maddəyə, yəni XS-ə. Demək, yanma istiliyinə əsasən istilik effektini tapanda da biz yanma istiliyinin qiymətini yanan maddənin əmsalına vuracaq. Yanma istiliyimiz 200-dür, yanan maddəmiz də XS-dir. 200 2-yə vursaq edir 400. Demək, reaksiyanın istilik effekti 400 kJ-dur. Demək, 400 kJ istilik isə görək neçə qram XS-in yanması zamanı ayrılır. Baxırıq. Nə qədər XS-imiz var burada? 2 vurulsun, yəni əmsalını vururuq. XS-in kütləsinə X plus 32. Buradan da hesablasaq, X bərabər olacaq 65-ə. Bu X bizim nəyimizdir? Bu X elementinin nisbi atom kütləsi. İkincini tapdıq. İndi birincidə bizdən nə istəyirdi? Reaksiyanın istilik effekti, onu da 400 tapdıq.